Murad İlyasoğlu. Yenə deyirəm, bu dəfə məhdud danışıram. Üstəlik də çatdıra bilmədim. İkinci dəfə olsa daha başqa şey olacaq. Murad İlyasoğlu. Bunlar 3 qardaşdır. Bunlar 3 qardaşdır. Üçü də həlləm gəlləmdir. Bunlar 3 qardaş bir bacı olubdur. Bunlar 3 qardaş bir bacıdır. Bir bacıdır ha, bax diqqətlə qulaq asın. 3 qardaş bir bacı. Bu Murad bu məni söyən ortancıl tayıdır. Elməddin qardaşı, Elməddin qardaşı da var bunun. Qazili yadından, makler ev tikiməsi, amma Qazili yadından maşenniklik eləyir. Bu da Elməddin qardaşı da. Anasının adı yeganə deyil, Mamaroza yeganədir. Hamı buna Mamaroza yeganə deyir. Hamı ona Mamaroza yeganə deyir. Yalan deyirəmsə mənim anam Mamarozadır. Baxa, yalan deyirəmsə qoy mənim anam Mamaroza olsun. İlham Əliyevin neysə, anasının adı Mamaroza yeganədir. Yəni çox yerdə qəhbə yeganə deyirlər. Ən məşhur qəhbə, ən tanınmış Mamarozadır. Hamı tanıyır onu. Atası ayrılıb Binədə yaşayır. Atası ayrılıb, İlyas ayrılıb Binədə yaşayır. Atası İlyas öz yeznəsi Bəxtiyar, yəni öz qızına 3 oğlu bir qızı yoxdurmu? İlyasın 3 oğlu bir qızı yoxdurmu? Ortancıl bu Murad deyilmi məni söyən? Ay sağ ol. Atası İlyasın bir qızının əri Bəxtiyar uzun zamandır öz arvadını, yəni qaynanasını qayırırmış. Bir dəfə üstünə çıxdı öz arvadını, baxa öz qızının əri qızını qayırır, üstəlik arvadını qayırdığı yerdə İlyas, yəni bunun atası, Muradın atası üstünə çıxır. İlyas üstünə çıxır və bıçağı soxur qızının əri Bəxtiyara. İlyas soxur Bəxtiyara. Bəxtiyar hoppa getdi hara? Soroka. İlyas arvadı ilə yatılı tutduğu öz qızının əri yeznəsi. Baxın ha, qeyrətdən, namusdan danışırdı ha, bayaqdan. Qeyrətdən, namusdan danışırdı ha. İndi görün qeyrət, İlhamı sevən mən deyirəm, anası qəhbə olar. Başqa şey olmaz. Bağışçı, anası, qızı qəhbə olar. Baxın ha. İlyas, yəni fikir, bunun anasını, atası, bunun Muradın, məni söyənin anasını atası yeznəsindən tutdu, bağışçı nərinlə. Deməli, Bəxtiyar gəlib həmi bağışçısına soxurmuş. Həmi Muradın arvadına soxurmuş, həmi də anasına soxurmuş. Bəxtiyar nəymiş sənə? Danla baxın. Və dərd orasıdır ki, bıçaqlanan, qaynanasından yataqda tutulan və bıçaqlanan Muradın, İlyasın, məni söyənin yeznəsi Bəxtiyar sağalan kimi bu adam da öz arvadını başqası ilə tutur. Öz arvadını başqası ilə tutur. Və bu Bəxtiyar da arvadını da təzdən gəlir qaynatası bıçaqlamamışdı. Bunu bıçaqlamışdı. Qaynanasını yox, qaynatası. Fikir verin ha. Yəni biraz dolaşıq olmasın. Anlayayım mən. Yəni Bəxtiyar da arvadını da bıçaqlayır. Arvada deyir, niyə başqasından yatıqsan? Arvad deyir, sən məni sikdin, doymadın. Qardaşımın arvadını da sikdin, doymadın. Anamı da sikdin, mən də başqasına sikdirirəm. Belə deyəndə Bəxtiyar bıçağı çəkib, şak arvadını bıçaqlayıb və qaynanasını bıçaqlayıb. Qaynanasını. Qaynata da ayrılıb gedib, İlyas ayrılıb gedib Binədə yaşayır. Fikir verin ha, ailəyə baxın ha, qeyrət simvolu da, bunların dəmir bu yumruğunu qaldırmaq lazım da bunları. Fikir verin, İlham Əliyev sevən necə olmalıdır? Dalına baxın. Yalan deyirəmsə mən dünyanın ən namussuz adamıyam. Mən deyənləri Lənkəran bilir.
mən burada zərrə qədər yalan danışıramsa, mənim namusum itin olsun. Mən namusum üçün yaşayan adamam. Tüpürəsiniz kanala da, müxalifətinə də, iqtidarına da. Namus üçün yaşayan adam. Vətən, Azərbaycan, o cümlədən ailəmiz bizim namusumuzdur. İndi bayaqdan namusdan danışan, o boyda söyüş söyən, cins orqanını çıxardan, İlham cins orqanından danışan, onu da soxan, bunu da soxan, bayaqdan hamı deyiniz elə bilsə qeyrətlidir da bu. Bəziləriniz elə bilsə qeyrətlidir. İndi baxın ha, loru dinlə deyirəm. Məni söyən adamın 3 qardaşın bir bacısını, bir bacısının ərini anasından tutur atası. İlyas götürür yeznəsini, qızının ərini bıçaqlayır ki, qızımı qayırırsan və arvadımı niyə qayırırsan? Bu, Bəxtiyar, yəni yeznə sağalandan sonra, bıçaqlanır da sağalandan sonra və öz arvadını başqasından tutur. Bəxtiyar, yəni məni söyən Muradın bağışçısını başqasından tutur və deyir ki, sən niyə mənə xəyanət elədin? O deyir, məni qayırdın, doymadın. Qardaşımın arvadını, yəqin ki Muradın arvadını qayırdın, doymadın. Anamı da qayırdın. De bilmirsən, mən də kiməsə qayırtdıracağım. Və Bəxtiyar götürür bıçağı, soxur arvadına, sonra da soxur qaynanasına. Şak şak 2 dənə buna, bir dənə 2 dənə də ona. Vəssalam. Gör nə nümunəvi Azərbaycan ailəsidir. Gəlin danla baxın. Bu Muradın 3 arvadı var. 3'ü də qəhbə. 3'ü də qəhbə olub. Bax, bu Muradın 3-cü arvadı deyildi. Birinci arvadından deyəcəm indi. Muradın, yəni Muradın, məni bayaqdan söyən yoxdur, o cins orqanınız adı götürüb dəli kimi danışan. Bunun 3 arvadı var. Ona görə soruşurdum. Dedi, ikincidir, yalan deyir. 3 arvadı var. Deməli, dəyərli vətənlərim, danla qulaq asın. Muradın 3 arvadı var, indi o arvadlarından danışacağım, neçəsindən neçə uşağı oldu, nə bilim nə oldu, ondan sonra danışacağım. Murad arvadı ilə birlikdə, yəni indiki arvadı daxili qoşunlarda çavuş olub. Daxili qoşunlarda sihməyən adam qalmayıb. Daxili qoşunlarda çavuş olub. Gəlin baxın. İndi də qayırırlar arvadını. Lənkəranda örtülü bazarın arxasında, baxın ha, Lənkəranda örtülü bazarın arxasında kafe var, kafe. Kafe var, kafe. Bu Murad və arvadı kafedə çörək yeməyə gəlir. Və qapının ağzında arvadı, arxası qapıya tərəf, paçasını aralayıb oturur qapıda. Hamilədir də, məcbur paçasını aralayıb. Oturur qapının ağzında, biraz da hava gəlsin, istidir. Və Murad da oturur, çörək yeyirlər. Və bazar alverçisi olan, imkanlı oğlan, bazar alverçisi olan Nurlan adında bir oğlan da kafeye yemək yeməyə gəlir. Və kafeye girəndə görür ki, qapının ağzını hamilə arvad tutub da hamilə. Belə paçasını aralayıb durub. Deməli orada nə deyib? Xanım icazə verin, yox, xanım yol verin keçim. Belə deyib, bax xanım zəhmət olmasa yol verin keçim. Ya xanım yol verin keçim. O da paçasını belə aralayıb, belə götünü belə sürütdüyüb, yol verib, Nurlan keçib, o da orada tez bazar alverçisidir də, tez bazar çörəyini yiyibdi, gəlibdi şotu verməyə. Şotu belə pulu çıxardanda, arvadı belə görür ki, bu boyda qalınlıqda cibindən pul çıxartdı, bu qalınlıqda. Şotu indi pulu çıxardıb, şotu verir də. Arvadı görür. Deməli, şotu verib getmək istəyəndə, qapıdan çıxanda Muradın arvadı belliyir. Bu məni söyənin arvadı belliyir. Gəl bura görüm, bəyək sən deməli nətər deyil qoy deyim, bura yazmışam hamısını. Şot verəndən sonra Muradın pulu görür və çıxmaq istəyəndə Muradın arvadı daxili qoşunlarda çavuş olub əvvəllər, qayıtdırmadığı adam qalmıyor. Muradın arvadı Nurlana kafedən çıxarkən deyib, gəl buraya, sən mənə bayaq nə dedin?
Sən mənə bəyək nə dedin? Nurlan da boynunu bükərək deyir ki, xanım mən sizə nə dedim ki? Dedim yol verin keçim. Və bu başlayıb ki, sən kimsən qazinin xanımınla əldən qoldan danışırsan, pula görə, pul görə baxın. Cumub üstünə ərli arvadlı Nurlanın üstünə düşüblər. Nurlanın boynunu dişləyiblər. Və sırazı polisi çağırıblar. Murad deyib ki, fikir verəm, Murad deyib ki, hamilə arvadımı döyüb uşaq salıb. Halbuki o uşaq 10 gündən sonra doğuldu, dünyaya gəldi. Arvad qarnını tutub belə Muradın arvadı. Qarnını, soyum gəldi, uşaq düşdü. Belə bağırır, polisin yanında Lənkəran bağırır. Polisdən işləyirlər bunlar. İndi dalına baxın. Və 5000 təzminat pul istəyir. 5000 təzminat pul, üstəlik də güya arvadı davada uşaq salıb, arvadı çığırır belə, suyum gəldi, uşaq düşdü. Halbuki 10 gündən sonra həmən uşağı doğdu. Güya Muradın arvadının boynunda qızıl sep olub. Güya davada Muradın arvadının boynunda qızıl sep olub. Sep itibdi, tapılmayıb. Muradın da cibində yemək yeməyə pul tapa bilmir. Qəpik söhbət eləyir. Güya Muradın da cibində 2000 manat pul həmən davada düşübdü, tapılmayıbdı. Bunlardan da əlavə 5000 təzminat istəyir. Deyiləm vətənəm, axırı söhbət nə yerdə qalır? Bu söhbəti çox böyüyür, aparırlar şöbəyə, yazıq Nurlanı sıxışdırırlar və orada bir veteran olur. Lənkəranlılar tanıyır, orada bir şərəfli veteran olur. Veteran. İsmail adlı şəxs, Nurlan ona deyir, dost olurlar, nə olurlar. O da polis tanışı zad da var, Blatnoy oğlandı. Mən bildiyim qədərindən o oğlan 3-4 dəfə Muradı it balası kimi döyüb, hələ Vayinidə də döyüb. Mən bildiyim qədərindən. Və video görüntü, deməli, İsmail adlı şəxs çağırır köməyə, o da gəlir polisə. Deyir, reis, bilsən nə var? Bilirik, bu sizə işləyir, polisə işləyir. Mənim də dostum reis falan mavindir. Gedəyin, Stalovanın kamerasına baxaq. Gəlirlər Stalovanın kamerasına baxırlar. O Muradın 10 gündən sonra doğan arvadı nətər tullanıb belə qabaq-qabağa. Nurlan ikisini də göt-baş eləyir. Nurlan bunun ərini Muradı döyən vaxtı arvad tullanır, o hamilə arvad. Boynundan dişləyir, it kimi Nurlanın boynundan dişləyir. Dalına baxın. Və sağ olsun o İsmail adında adam söhbəti bağlayır, bunlar özü günahkar çıxır. Dalına baxın. Bu günə qədər Muradın arvadını evində, hani mənim arvadımı, uşağımı, ailəmi söyən Murad görmədinizmi? Körpələrimi söyən Muradı görmədinizmi? Ay sağ ol. Bu günə qədər, bu gündə Muradın arvadını evində çörək kəsən qazilər Şükürzadə Alim Qəhranoğlu və Məmmədov Elşad Şəmşiroğlu arvadını qayırır. Özünlə çörək kəsir, güya dostdular, mafiyadılar, arvadını da qayırır. Və bunların üçü də, hələ bunların mafiya nümayəndələri var, bunların üçü də polisə işverənlik edir. Daxili qoşunlarda arvadı çavuş işləyib daxili qoşunlarda arvadı. Hamı tanıyır onu. Kimlərə verib, kimlərə verməyib. Bu, üçüncü arvadda kişi. Yox, Bakirəymiş. Bir uşaqdan boşanıb gəlib qəhbəliyə görə. Yalan deyirəmsə, mənim namusum itin olsun. Danla baxın ki, mən yalan söz deyərəmsə, mənim namusum itin olsun. Bu Muradın 3 arvadı olubdur. 3 arvadı. İndi birinci arvadından bir uşağı var, özündədir, o yekə uşaq.
birinci arvadındandır. Bir uşağı. Ondan sonra arvad alıb bir dənə. O arada, bu arvad alana kimi bir dənə də alıb, ikinci arvadı da olub. Ondan uşağı yoxdur. O bu cicdillağın yanında durmadı. Üçüncü arvad da daxili qoşunda serjant işləyirmiş. Bir uşaqdan boşanıb və bir alo aleyküm salam, nə vacib xəbər var? Tez deyin. Aha. Hamısını İsrail vurdu, eləmi? Yaxşı, mən indi başqa efir açmışam, birazdan başqa efir açım. Oldu, sağ ol. Bir uşaqdan alıb, arvadı, bir uşaqdan. Daxili qoşunların çavuşu olub, bir uşaqdan alıb arvadı. Bakirə qız almayıb. Qəhbəliyə görə boşanıbdır. Daxili qoşunlardan qovulubdur. Deməli, Murad 3 nəfər, deməli, Qazi, Nurlan, fikir verin, 3 nəfər Qazi, üstə gələk 4-cü Nurlan və əlavə bir neçə Qazi. Baxın, indi bunların cinayətlərindən danışacağım. Cinayətlərlə, necə cinayət törədirlər, necə işverənlik eləyirlər. Baxın, Qazi Nurlan, 3 nəfər və Qazi Nurlan, əlavə bir-iki Qazi də olubdur. Lerikdə, Qızıl Gül kafedə yeyib-içib özlərini qəsdən mübahisə yaradıblar. O Kəmal Sunalda var o. Qəsdən mübahisə yaradıblar. Özünü doğrayıbdır və gediblər şöbəyə, 102-yə zəng eliblər, şöbəyə gediblər ki, bizi restoranın administratoru, afisantları bizi döydülər, qaziləri. Halbuki pot-potu salıb özlərini doğrayıblar. Ala bax, doğranma videosunu da göstərim istəyirsiniz. Mən yalan söz demərəm. Pox yərəm, yalan söz demərəm. Ala bax. Sadəcə efir kurallara görə verə bilmirəm. Bax, yatır, doğranıbdır, yatır. Görürsünüzmü? Sadəcə qan var, kəsik var, verə bilmirəm. Baxın. Baba. Beləcə oturub qollarını doğru belə cızıb da lez vardı, bilisdə lez vardı. Tuturlar belə 1 millimetr. Şək belə eləyirlər. Bir dəfə onu kəsənmirsən qəşəkcənə? Ha? Kəsənmirsən? Kəsmə, qətiyyən özünə xəsarət yetirmə. Sən mənə cavab verəcəksən. Mən ölkəyə rəhbər gəlirəm və sən mənə cavab verəcəksən. Deyiləm, dəyərli soydaşlarım. Dəyərli soydaşlarım. Dalına baxaq mı? Deməli, dəyərli həmvətənlərim, kimlərisə şərləmək üçün 5.000, 10.000, 15.000 yükləmək üçün gedirlər restoranda yeyib-içib, dava salırlar, deyirlər, 102-yə zəng edirlər, polisə gedirlər, polisdən əlbirdirlər, polisdən yarı-yarıya qazanırlar. Deməli, Qızılgüldə yeyib-içdi şöbəyə, apardılar restoran rəhbərliyi zat, amma bunları heç kim orada vurmadı. Dedilər ki, bizi vurublar, bizi doğrayıblar. Heç kim onları vurmamışdı. Şöbəni də, polis şöbəsinə getdilər, restoranı, administrasını, hamısını polis rəisindən bir yerdə yedilər, böldülər pulu. Dalına baxın. Relax, deməli, mən nə tanıyıram Lənkəranda relax, indi gəlin baxın. Lənkəranda dəfələrlə relax restoranı, təbəssüm restoranı, Meşəbəy restoranı deməli və Xəzər plazada
üzr istəyirəm. Lerikdə, üzr istəyirəm sizdən. Lerikdə. Mən nə bilirəm lerikdə nə var, nə yox. Lerikdə Relaksa restoranı, Təbəssüm restoranı, Meşəbəyi restoranında, Xəzər Lənkəranda, Lənkəranda isə Xəzər Plazada, Xəzər Plazada dəfələrlə yeyib içiblər qazilərlə, qəsdindən dava salıblar və restoranı, administratoru, orada işləyənləri polisdən bir yerdə yolublar, şərliyiblər, yolublar, yeyiblər. Danla var. Deməli, Lənkəranda o qədər restoranlarda, stalovalarda bunu tanıyırlar ki, o qədər bunları restoranlar tanıyır ki, Lənkəranda bu iş verənləri. Bunlar oturan kimi restoranda, stalovada kamera yoxdursa belə, bunlar gedib gələnə kimi bir dənə telefon daimi bunların stolunu çəkir. Belə, stolunu çəkir. Bunlar hansı stalovaya girəndə, uşaqda avtomatik stalova yiyəsi öz adamlarından 3-4 dənə lotu, potu, qohumunu çağırır ki, bunlar burada bir pox yiyəcək. Artıq ucu. Elə vəziyyətdədir. Deməli, öz Lənkəranda hamı tanıyır deyə gedirlər Lerikə, Astarıya, Yardımlıya, oradakı restoranları ilişdirməyə. Deməli, Xəzər Plazada yenicə tema ediblər. 5 günün söhbətidir deyir. Bu gün 5 günün söhbətidir mi? Hə. Yenicə qurur, 5 gün bundan qabağın söhbətidir. Deməli, Elşad var, o yekəpər var, bəyək göstərdim, qara köynək, Elşad. Onu göndəriblər. O senarini qurubdur. Hər şeyi qurub, harada oturacaq, necə dalaşacaq, kim ilişdirəcək, razvetk eləyib hamısını. O yekəpər Elşad. Və bunlar da giriblər. Güya bunları orada yiyiblər, içiblər, aydın məsələ. Güya bunları döyüblər. Güya Elşadı administrator, orada Ayaz var. Mən Ayaz nə tanıyıram? Administrator Ayaz tərəfindən hörmətli olunubdur, döyülüblər bunlar və hamısını çağırdılar, hamısını polisdə yoldular və bunlarla bir yerdə burunlarından gəlsin yedilər. Baxın, Murad, üstə gəl, yəni Murad başçılarındandır. Bunların başçılarının adını çəkir amma, DTX rəhbərindən əlbir olan, polis rəisindən əlbir olan, Lənkəranı sikib çevirən bu qazilərin, bu Peysər Lənkəran qazilərinin, yaxşılarına can qurban, Peysər Lənkəran qazilərinin bu mafiyanın başında duranlarını deyirəm. Murad 1. Qazi Pota Nurlan, Camışın balasına Pota deyirlər də bizə. Pota Nurlan. Elvin Belyuqa, bəyək göstərdimi, oynayır daçkili. Elvin Belyuqa. Saxta qaziliyi də əlindən alınmış, Şükürzadə Alim Qəhrəmanoğlu. Əvvəl qayi işçisi olub, polisdə qayi işçisi olub. Qovublar banditliyinə görə, görüb evdə acından ölür, gedim heç olmasa bir fitril yeliyim, qazi alım. Dəyərli həmvətənlərim, polisdən atılan adam gedib Qarabağa savaş zamanı, hallanıb, narkotikdən nəyi var hallanıbdır, özü öz ayağından gülləliyibdir, özü öz ayağından. Təsəvvür eləyin ki, qazi olmaq üçün özü öz ayağından gülləliyibdir. Və bunu bilən kimi, güllə hansı məsafədən atılıb, nədir, nə deyil, bilən kimi bunun qaziliyini əlindən aldı devlət. Deməli, həmən restoranda dalaşanda 102-yə zəng eləyən Belyuqa Elvin olmuşdu. Bunlar mafiyadır. Bir neçə əlavə adamlar da var, qazilər də var, bunların mafiyasına aiddir. Adicə bunlar nə edirlər? Bana, bu Peysər qazilər nə edir? Telefonla dururlar Lənkəranda, kimsə yiyib içib möhkəm sürür, kimsə cavan oğlan bir balaca özünü qıza göstərdi, maşını belə sürdü, eləmi? Kimsə sigaret atdı çölə, kimsə nə bilim restorandan çıxdı, araq içmişdi, rola oturdu. Hamısını çəkirlər rəis müavininə, faizini alırlar, faizini, pul. Bunlar necə əlildir ki, polisə dəstək işləyirlər? Ştatını mı, ni ştatını mı? Bizə maraqlı deyil. Faizini alırlar.
Deməli, qulaq asın. Dəyərləmədələrim, Lənkəranın qayi rəisindən 51-dir. Bu qazilər cəmaatı çəkirlər, atırlar. Bu yaxınlarda, baxın, bu yaxınlarda bir plan qurublar, plan. Şükürzadə alim və Məmmədov Elşad Şəmşir oğlu öz Opel maşınının işığını söndürərək, baxın ha, bir nəfər qoyublar qabağa, bir imkanlı oğlan var. İmkanlı oğlan var, dəyərlən vətənlərim. Fərid adında. Fərid adında imkanlı oğlan var, qara Mercedesi də var. Deməli, biri durur Fərid çıxan yerdə, indi Stalovadan, evdən çıxan yerdə. Durur, bunlar Fəridə tələ qururlar, Fəridə. Mən deyən oğlanlar Lənkəran hamısı tanıyır. Fəridə tələ qururlar. Deməli, bu alim, bunlar plan qururlar, ha, Muradın dostları alim, Şükürzadə alim, Məmmədov Elşad Şəmşiroğlu. Öz Opel maşınının işığını söndürərək birbaşa Fəridin maşınının qabağı işığını söndürür. Getdiyi yerdə də indi Fərid döngədən çıxacaq məsələn. İşığı söndürür, qabağına gedir. Fərid nə qədər tormuz versə də maşın dəyir. Və Fəridin maşını hamı tanıyır. Qara Mercedes CP400 nömrəli olur. Qara Mercedes. Deməli, görün bu Fəridin başına nə oynaçırlar. Sırazı qəsdindən heç biri yaralanmır, heç nə olmur. Qəsdindən alim, baxın ha, alim, Şükürzadə alim sol qolunu və sol əlini, yox, sol ayağını və sol əlini sarıyır tez, bintdən sarıyırlar. Və o birisi Məmmədov Elşad Şəmşiroğlu sağ əlini sarıyır. Xəstəxanada qəhbəlik edərək həkimdən kağız alırlar. İndi maşın da vurulubsa, istərsəniz həkim verəcək də. Qəhbəlik eləyib həkimdən kağız alırlar. Güya birinin sol qolu, sol ayağı qırılıb, güya o birinin də sağ əli qırılıb. Və fikir verin siz, yazıq Fəriddən 5500 təzminat alırlar. Baxın, Fəriddən 5500 təzminat alırlar. Polis şöbəsində Fəriddən polislər 5000 alır. Bu, onlara tələ quran qazilər 5500 alır. Və üstəlik bütün maşının təmirini, özdə döydürüb dəmiri yox ha, təzə detallar alaraq maşının bütün təmirini də Fəridin üzərinə qoyurlar. Yazığı 15.000-ə qədər otuzdururlar. Bana bir cinayət dedim, ha, bir neçə cinayət dedim. Danla bax. Murad Astara polis şöbəsinin qabağında Elşadın problemi olub deyə çığırırmış. Mən şəhid oğluyam. Mən şəhid İlyasın oğluyam. Daha demir ki, İlyas arvadını, qızının əri, yəni yeznəsindən tutdu, bıçaqladı, boşandı, indi başını götürüb binədə yaşayır. Adam deyir, mən şəhid oğluyam, mən can qoymuşam, can. İndi görək nə tər can qoyub bu, necə qazi olub bu. Yalan deyirəmsə, namusum itin olsun. Yalan deyirəmsə, namusum itin olsun. Bu adamın səhifəsinə girin, baxın. Bu adamın səhifəsinə girin, baxın. Alaq, gəlin baxaq. Bu adamın səhifəsini bu dəqiqə istəyirsiniz sizə göstərim. Alaq. Bizə də bura atmışam da, alaq. Deyələmədən bu adamın səhifəsini sizə göstərə bilərəm. Bizə dəqiqə. Bu necə qazidir ki, özündən çox hamının formasını paylaşır. Yəni, necə deyim sizə? Deyələmə, ala baxın. Səhifəsini göstərirəm sizə. Ala baxın. Səhifəsini göstərirəm. Baxın. 27.000 abunəsi var Qazi Rəhimov Murad. Bu necə qazidir ki? Necə qazidir? Ancaq başqalarını ancaq danışır, məni söyür heç. Ancaq bu adam hərbi formada başqalarını çəkir. 3 gün hərbi forma geyinib. Bu adam doğuşan deyir, neçə gün süd verim. Balasına deyir, 30 gün süd verim, yoxsa 3 gün. Balası elə bilir 3. Böyük rəqəm deyir 3 gün. İndi onun söz olmasın. Bu necə qazidir ki?
ancaq başqalarını paylaşır. Bax, başqa hərbi formada olan bir neçə adam paylaşır. O da öz dostları, mafiya dostlarını paylaşır. Bax, bu necə qazidir? Bu necə hərbi hissədə olub? Hani cəmat pulemyotdan tər axır, tankın üstündə, ay əsir düşmüşük, ay nə bilim, bora bomba düşdü, ora bomba. Bu niyə bir dənə belə video paylaşmayıb? Bir dənə belə video çəkməyib? 3 gün arxa dayaq məntəqəsində olub, bu mafiya sözləşib ki, gedək hamımız əlillik alaq, əlillik alaq. 3 gün, 5 gün başımızı qataq, hamısı da qapalı kəllə beyin travması. Qapalı kəllə beyin, əlillik alaq, qazil alaq, soxaq. Bunun bir anası var. O dedim axı Mama Rozadır. Namus və şərəfimə and olsun. Anasında zərrə qədər xəstəlik yoxdur, anası 1-ci qrup əlildir. Bax, yenə deyirəm. Namus və şərəfimə and olsun. Anasının heç bir xəstəliyi yoxdur, anası 1-ci qrup əlildir. Mən bayaq dedim də, nə idi onun anasının adı? Mən bayaq dedim də bunun anasının adı. Yeganə, Mama Roza yeganə. Mama Roza yeganə. Mama Roza yeganə bir dənə xəstəliyi varsa, ona 1-ci qrup yox, 3-cü qrup əlil düşürsə, 3-cü qrup əlillik düşürsə, mənim namusum itin olsun. Baxın ha, görün necə özümə söyüş qoya-qoya danışıram ki, yəni mən həqiqəti deyirəm. İndi gəlin görək bu boyda səhvəsi var, adətən. Bir dənə evdə belə, Lənkəranda belə kamuflyaj forma ilə, hərbi forma ilə geyinən kimi şəkil çəkib səhifəsində paylaşan adam niyə cəbhədə, tankın, topun altında, səngərdə, ay nə bilə o qardaşlarımız paylaşıb da biz görmüşük canavar kimi olanlar. Niyə elə bir dənə videosu yoxdur? Deyim mi sizə? Deyim. Murad 3 gün 181'də olub. 3 gün 181'də olub mənim köhnə hərbi hissəmdə. Sonra 4-cü günü anası gəlibdi. Birbaşa hərbi hissə komandirinin yanına. Daha bu orasını soruşmamışam. Bunu ablaviya salıb aparıblar, ya məcburi çağırıblar, ya yoxsa bu adam könüllü gedibdi. Burasını deyəmərəm. Çox güman ki 3 gün qalıbsa, ya kəllə beyin travması, nəsə qospitala düşüb pensiya almaq üçün gediblər. Dediyim kimi, ya da məcburi aparırlar. İkisindən biridir. Bütün hallarda bunun birbaşa yanında olan adamlarla mən danışmışam. Bunu it balası kimi 181'də döyən oğlanlarla mən danışmışam. Mən bilmirəm nə deyirəm sizə. 181 sayılı hərbi hissədə 3 gün olub, 3-cü günü, 4-cü günü yox, 3-cü günü bunun anası 1-ci qrup əlillik kağızını gətirib, icra hakimiyyətindən də bir dənə kağız gətirib ki, birbaşa hərbi hissəyə, korpusa, hərbi hissəyə gəlib ki, bax mən 1-ci qrup əliləm, bax bu da icra hakimiyyətindən kağızımdır, bu da mənim qəyyumumdur, qəyyumum, yəni mənə baxan adamdır. Bildiniz də? Yəni mən 1-ci qrup əliləm, halbuki xəstəlik yoxdur, pulunla eləyiblər. Mən 1-ci qrup əliləm, bu da mənə baxan qəyyumdur. Ala, bu da bir arayış gətirib, bilmirəm hardansa. 3-cü günü axşam miniblər maşına yallah, Lənkərana. Və deyələm ətələm. Pulunu verdi. Qazi yoldaşları hamısı bilir. Pulunu verdi. Heç bir döyüşdə bir dənə güllə atmamış. Heç zərrə qədər yaralanmamış. Yalandan saxtakarların çoxu qapalı kəllə beyin travması yazdıraraq, yalandan qapalı kəllə beyin travması yazdıraraq 2-ci qrup əlillik dərəcəsi alıbdır. Qaldı ki, bunun əlilliyini almaq istəyirdilər. Bəlkə də qısa bir dönəm o maaşı kəsildi. Sırazı dava saldı, lezvanı tutdu, belə-belə özünü doğradı ki, bunun desinlər ki, bu doğrudan da qapalı kəllə beyin travmasıdır. Doğrudan da qapalı kəllə beyin travmasıdır. Və bunun pensiyasına toxunmasınlar. Deməli, anası qabağa düşdü. Anası vaxtında rəisə, icra başına o qədər malaletka,
Malaletka qızlar daşıyıb ki, o qədər. O qədər. Alo. Alo. Bəli. Aleyküm əssalam. Hə, de. De. Nətəri bəy, nətəri? O müharibəyə getməmiş, mənim ondan davam olub, o bıçaqla vurmuşdu məni. Hə. Şey verməyin can ya, təsə o suqa işləyir. Ona görə mən də... Tabii, bunu əvvəldən deyərdin də, biraz səsin getdi. Nəsə dalaşımız da, burada qeyri-adi nə var? Səni bıçaqdan vurdu? Ha? Bax, neçə bıçaq vurdu, nəyə görə vurdu? Müharibəyə... Yox, sən bax, mən istəyirəm səsi efirə verəm, burada qeyri-adi nə var ki? Neçə bıçaq vurdu sənə? Və niyə görə vurdu? Və səsi efirə verim mi? Burada nə var ki? Qeyri-adi nə var? Olmuş keçmiş şeydir. Nətər, bir dənə bıçaq vurdu arxadan Murad? Murad bir bıçaq vurdu, onlar 5 nəfər idilər. Mən tək idim. Hamısı vurdular sən. Hamısı səni döydülər, niyə döydülər? Yox, mən onların üçünü də döydüm. İkisi qarışmadı davaya. Üçünü döydüm. Ancaq Murad gəldi arxadan bıçaqla vurdu məni. Hə. Və niyə bıçaqdan vurublar ki? Və niyə polis tutmadı, həbs eləmədi, məsələn? Polis tutdu, Muradı bir ay dəlixanaya basdılar, bir ayda belə tutdular. Sonra anası gəldi mənə yalvardı, üzrxahlıq elədi. Anasına görə mən barışıq verdim, 500 manat təzminatımı ödədi, onu buraxdılar. Onun dəli kağızı onda var idi, onu bir ay şeydən çıxartdılar, dəlixanada saxladı. Bəs dəlilik kağızı olan adam niyə 3 günlük savaşa gedir, sonra anası qəyyumluğunu da götürür? Dəlilik kağızını da götürür ki, bu adam qala bilməz. O deyirəm də, mən biləni onlar 3 qardaşdırlar. Bəy, onlar mafiya kimi mi hərəkət edir? Bax, deyirsən 5-i birləşdi sənin döyün hücum. İndi xəbərim yoxdur. Mən müharibə olmamışdan qabaq o bir polisin oğlu idi. Bir qardaşı idi. 3 dənə də belə idi. Onun qardaşı gəlmişdi əsgərlikdən, Obskaya. Onlar getmişlər bizdə Lənkəranda hospital bir şey var. Yiyib içmə yerdə, restoran. Orada yiyib içmişlər. Mən də ailəvi qaynatamın evindən evə gəlirdim, ailə ilə. Onlar başladılar, məndə də 24 idi, bunda da 24 idi. Onlar başladılar mənim qabağımda maşın oynatmağa. Mən dedim, bunu keçsəydim canım tutdu, bunlar piyandılar. Ofşun qardaş, bir cür elədim. Mənim bunları keçəndə bunlar məni sıxdılar, istədilər ki, körpüdən aşırdılar. Mən də ailə ilə idim. Məcburi keçdim bunları. Bunların maşının qabağını götürdüm. Məcbur keçdin? Bunların maşının qabağını götürdü, geçdi. Dəydi qabağına da, yəni götürdü deyəndə məcburi piyandılar, ailə ilə gedir, amma bunlar saymırlar belə. Bu məcburi keçəndə məcburi götünə dəyib də onun borunu. Fikir ver, ailənin yanında mı səni bıçaqladılar? Ailənin yanında mı 5 nəfər səni tutub bıçaqladı? Onların 3'ü mənlə dalaşdı, ikisi ayırırdı. Ancaq mənlə dalaşan şəxsən Murad idi. Mən Muradı döydüm. Nə qədər yaxşı, nə qədər peysər adam olasan ki, adam arvadının uşağının yanında sənlə dalaşa, üstəlik səni daldan bıçaqlaya boynunun dalına. Onun cəzasını yaxşı çəkdi. Onun cəzasını o vaxtı yaxşı idi. Onun cəzasını verdilər. Onu bir ay orada polisdə saxladılar. Sonra da bir ayda dəlixanada onların üçəşli polisi də onun üçün gəzirmiş.
Onu bir günə qoymuşdular ki, onda sir-sifat qalmamışdı. Değerli əmətələrim, Sonra onun kağızını gətirib... mən inanırsınızmı? Mən inanırsınızmı? Bax, sizin məlumatınız var, aynı deyirlər. Sənə görə onun götünə nə soxublar polis şöbəsində? Başına işləyiblər, nə iniblər onu mən bilirəm. Mənim bax, məlumat verilmişdi. Sizin bax, bu məlumat mənə verilmişdi. Sadəcə mən onun lazım bilmədim efirə demək. Amma həmən vaxtı bunun polislə əlaqəsi yox idi elə. Polisin uşaqlarla azal dostluq eləyirdi. Amma bu adam Qazi adından... Bana dediler ki, Hə. bu Çopayoğlu her gün buradadır, her gün biriyle dalaşır. Bu insan delidir. Bunun deli kağızı var. Ona göre onu bir ayda delihanede sakladılar. Yaxşı, indi sual ortaya çıxır. Siyasi baxışlarına görə bu qədər ağıllı, savadlı adamlarımız hamısı dəlxanaya basılır. Gerçək, bax necə ki, xəstələr əskəriyə gedir sağlamların yerinə, eləcə də dəllərin yerinə siyasiləri, ağıllıları, alimləri, savadlıları dəlxanaya göndərirlər. Dəlxanada yatası adamlar bax belə terror törədir. İlhamın da... Azərbaycanda bu dəqiqə belələrinin yeridir. Bəli. Bəy, sənin yerinə mən olsaydım, anası gələndə onu bir dəfə ağzına verməmiş bağışlamazdım. Anasının ağzına verərdim, elə bağışlayardım. Onda ben tanımırdım da. Sonra tanış oldum ki, siz bayağı dediniz, atası anasını nəsiyle tutub, ne bileyim ne edib. Onları ben de sonradan bildim. Yəni sən Allah, bir dəqiqə, sən Allah, sən böyük, bir dəqiqə. Qabağında diz çöktülər, elə mi sənin? Bəli. Kim çöktü sən? Konkret kim çöktü qabağında diz? Anası qabağında diz çöktü, özdə polisin yanında. Polis də Astaradan bir yaxşı oğlanların biriydi. Hə, boynu yerə soxum, hə. Adam da anasını polisin qabağında bir lotulu içib piyan olub götünün açarını itirib. Ananı niyə polisin qabağında diz üstə qoyursan, hə? Bu oğlanın qabağında diz üstə qoyursan. Mən də ona görə bağışladım. Yaxşı, sana bir şey deyim. Abi, nəsə deyəsiydim, fikrim çıxdı. Bax, mən bəyək sayırdım, ha, İlyas boşandı, yeznəsindən tutuldu, yeznəsini tutdu arvadınla. Sən Allah, sən uzun illər bunlarla cırmaqlaşıbsan. Mən hamısını düzmü dedim, səhv mi? Düz dediniz. Onlar tərbiyəsiz ailədirlər. Onlar çox tərbiyəsiz bir ədəb ailədirlər. Amma mən onun dərinliklərini bilmirəm. Belə işdən onlar bizə uzaqdırlar. O olur... Kəndindir. Onlar olurlar Mansurda, biz oluruq hardasa 18-19 kilometr uzaqlığımız var da biz o... Dedim, yəni mənim dediklərim, hadisələrim, yəni onu demək istəmirəm. Yəni mənim dediyim hadisələrin bəzilərini sən eşitmişdin, bilirdin və onlar... Eşitmişdim, albatta. Yeznəs, yəni elə biləməliyim. Başqa nəsə demək istəyirsənmi, yoxsa yekunlaşdıraqmı? Elə buna görə Bir də... eşitdim, bizim yəni... Oldu, çox sağ ol qardaş. Məlumatı veriblər sizə, düz veriblər. Sağ ol qardaşım, sağ ol, var ol, sağ ol, var ol, sağ ol. İndi mən bir nəfər də yığmaq istəyirəm burada. Bircə nəfər, səsi efirə verməyəcəm, amma bəlkə də verdim, baxaq. Sadəcə söyüş qoyub bir şey soruşacam. Sadəcə söyüş qoyub bir şey soruşacam. Yəni, istəsə efirə verəcəm səsini, istəməsə yox. Bəy, sizin nömrənizi mənə atıblar. Sizdən sadəcə bir şey soruşacağım. Hə deyərsiniz ya da yox deyərsiniz, başqa şey deməzsiniz. Telefonu aça bilərsinizmi? Mən yəni burada 79-a attım səsi, yəqin ki 79 cavab verir. Dəyərli həmvətənlərim, indi keçək burada. Bu oğlan işdir, götürsə mən... Danla baxaq, danla. Yəni, saxta qazidir, ha. Namus və şərəfimə and olsun. Dəlxanada yatan adam. Hər gün günü polislərdə keçən adam. Gedib ki, ora gedib deyib, ay ana, mən gedirəm, formanı, geyinim formanı. Bir dənə o tip kitabçasında
tip kitabçasından həm başım tanqa, orada boş tanklar durdu, arxa cəbhədə duran texnikalar. Başım harasa dəydi. Belə bir kitaba düşüm, yalan da olsa kitaba düşüm. Sonra puldan basıblar, puldan basıblar. Eləyiblər ikinci qrup əlil. Muradı eləyiblər ikinci, puldan basıb ikinci qrup əlil. O adam ikinci qrup əlildirsə, hələ müharibə əlilidirsə, o adam müharibədə olubsa, mənim var yoxumu itlər qayırsın. Yox, əgər mən düz deyirəmsə, ona əlillik verən, onu himayə eləyənlər, hamınızın var yoxunuzu itlər qayırsın. Deməli, deyil əmətələrim, deməli, əlilliyinə nə yazılıb? Qantuziya, güya orduda qantuziya. 3 gün orduda olub, 3 gün orduda olub. Arxa cəbhədə, savaşa girməyib. 3 günə qantuziyalıqdır. Elə sənəd düzəltdirib, ha, sənəd. O əlillərin reabilitasiya mərkəzinin var yoxunu sikəcəm. Sakit olun hələ. Deməli, Potan Urlanda öz qolunu, baxın ha, Potan Urlan var ha orada, Nurlan. Lənkəranda Potan Urlan deyilən qazi var. Öz qolunu özü sındırıb, öz qolunu özü sındırıb. İndi qəsdinlənmi, yıxılıb mı, neysə, piyan olub maşından aşıb mı, neysə, öz qolunu özü sındırıbdır. Qolu da indi hamıdan yaxşı işləyir. Amma ikinci qrup Qarabağ əlilidir, qazidir. Nətər olur elə? Cəmaatın buradan belə əli yoxdur, dizdən ayağı yoxdur. Bunlar ikinci qrup ala bilmir. Ən yaxşı halda üçüncü qrupdur. Amma bunlar top kimi sağlam ola. Heç biri savaşa girməyərək. Bunlar hamısı ikinci qrup Qarabağ əlilidir. Necə olur elə? Sabah bunlara görə cavab verməyəcəksiniz. Ay vəzifəli qurumlar, şəxslər. Şükürzadə alim, bunun dostu, Şükürzadə alim, Gəcran kəndində şəhid atasını döyüb, polis şöbəsinə aparılıb və polis buna heç eləməyib. Əvvəllər polis bunu hər gün şöbəyə gətirib ağıllandırmaq istəyirdi. Amma indi elə deyil. Qazilər mafiya düzəldiblər, pul qazanırlar, polisdən, DTX ilə bölürlər. Lənkəranın DTX-sı, polis rəisi və mavini bunlarla əlbir işləyir. Bu Murad fikir verin ha. Murad özünə, arvadına və Şükürzadə alimin arvadına yol vəsiqəsi, yəni prava, nə deyirlər ona? Sürücülük vəsiqəsi. Baxın ha, sürücülük vəsiqəsi almaq üçün, pulsuz sürücülük vəsiqəsi almaq üçün. O prava verilən yerdə, yəni Daxili İşlər Nazirliyinə aid olan o bölmədə qaziləri yığaraq həyasızlıq elədi, videolar çəkdi, efirlərə buraxdı və axırda bir qəpik vermədən təkcə 12-13 manat nəmlən risumunu ödəyərək özünə də, arvadına da, Şükürzadə alimin də arvadına pulsuz prava aldı, sürücülük vəsiqəsi aldı. İndi dostlar, sizə deyirəm, sizi Allaha ant verirəm. Görün. Bəy, salam bəy, necəsiniz bəy? Salam. Bəy, namus, sizin nömrənizi mənə atdılar, namus və şərəfinizə ant verərək sizdən bir dənə söz soruşacağım, hə ya yox eləyin. Yəni bu hadisə olub, bu olmayıb bu. Namus və şərəfinə ant verdim, ha, düzünü de. Deməli mən bəyəxləri burada dedim bircə dəqiqə. O
bazarda Nurlan, Muradın arvadı və özü Nurlan adında adamı ilişdiriblər polisə, döymək istəyiblər, nəsə Nurlan bunları döyüb, düşüblər polisə. Deməli, deyib qızıl sepin belə getdi, arvadının güya qızıl sepi düşüb, güya uşaq salıb arvadı suyum gəldi deyib. Və yaxud orada 2000 cibində pul olub. Mənə nömrəni atdılar, dedilər bu söhbəti sən həll eləyibsən. Namus və şərəfinə ant verərək deyirəm. Siz eləmisiniz bu söhbəti, polisdə həll eləmisiniz, Nurlanı xilas eləmisiniz. Olub bu söhbət. Siz eləmisinizmi bunu? Kim deyir, kim nə deyir ki? Sizin familiyaz nədir? Mən eşitməmişəm. Familiyaz nədir? Ağayev. Familiya Ağayev. Yəni görürsünüz, mən tanımıram bunu. Sadəcə mənə məlumat atan adam bu adamın nömrəsini atıb ki, Nurlanı bu xilas elədi. Nurlanı bu xilas, indi çox adamın nömrəsini atıb, onu bu xilas, burada bunu döydü, o burada bir. Mən heç kimə zəng elədim, sadəcə qabağıma çıxdı, buna zəng elədim ki, qardaş, sən tanımıram, heç bilmirsən sən hardasan. Kim zəng elib, bəlkə də tanıdın. Deyirəm ki, hər nəysə, deyirəm, sən xilas eləyibsənmi Nurlanı bazarda o dava söhbətində, polisdən Nurlanı, bu Muradın əlindən. Bu Muraddan arvadı onun boynunu tişləmişdim, ona şər atırdılar mı? Kim onların yerləşi? Oğraşdı. Kim mənə nə deyibsə düz deyib. Yəni teman düzmü tutmuşam? Sağ ol, var ol. Allah sizi kimi qaziləri Azərbaycanın başının üstünə əksik eləməsin. Sağ ol. Bax, o yalandan mənim anama iftira atdı. O yalandan məni, ananı öldürəcəm, onu öldürəcəm, bu nə gedi öldür, yəni, daha da öləndə daha da yaxşıdır, arvadı qəhrəmanlaşdıracaq. Sən öldürdün, İlham Əliyevin tulasısan. İlham Əliyev öldürdü. Nə fərqi var ki? Bax, sən öldürdün mənim anamı, bu boyda da hələ efirdən sonra. İlham Əliyev öldürdü. Heç bir fərqi yoxdur, mənim anam qəhrəman olacaq. Bəli, ged öldür. Fikir ver, hə? Belə də ki, mənim anam səni kimlərini işdanında boğar. Qardaşlar, namuslu qazilər də qoşdum sübut eləməyə. İstəsəm 10 dənə qazi qoşaram Lənkərandan, canı Lənkərandan. Mən Lənkəranın suyunu, çörəyini yemişəm uzun illər. Cəllabadın, Lənkəranın Talış zonası, Cənub zonası, Qabil deyir, Qabil oturur. Yəni ona görə, dostlar, lazım iydimizsa, sən İlhamı təriflədin dadiba, mən də dedim, bir quzu versələr, ya quzunun budunu versələr, hər şeyini İlhama verər bu adam. Sən də çıxdın, məni belə təhqir elədin. Eləmi? Nə oldu? Xoşuna gəlmədi, indi harada qaldı bu? Mən yenə mi zəng eləyir bu? Ala bax, buna rəisdən şey gəldi, ha. Sənin əlilliyini dayandırmasalar, ay Murad, sənin də, o dostlarının da, o qaziliyini, əlilliyini dayandırmasalar, inanın Allaha deyirəm, inanın Allaha deyirəm, o Lənkəranı bir-birinə qataram. O Lənkəranı bir-birinə qataram, budur, bax, zəng eləyirəm, bax. Ala, bax, səsi də açıram. Hani, səsin batdı mı? Səsi də açıram, ha, baxın. Demişəm də, mən söymədim ki, bir tərəfli söymədim ki, demədim ki, sən arvadı belliyim, ana belliyim, nə bilim, uşağı belliyim. Səni kimi söymədim, ümumiyyətcə mən söymədim ki. Mən sadəcə hər sözümün başında dedim, yalan deyirəmsə namusum itin olsun. Və sənin öz qazi yoldaşlarını qoşdum, ikisi də mənim necə haqlı olduğumu ortaya qoydular. İndi buradan deyirəm, Daxili İşlər Nazirliyi mənim nəslimi zorlamaq istəyir, öldürmək istəyir. Bıçaqlamadığı adam qalmayıbdır. Bax, deyirəm, ha, xəbərdarlıq elədim, ha, basın içəri. O Muradın qaziliyini, əlilliyini əlindən alın, ya kilit rejimdə dəlxanıya basın, ya da türməyə basın. Mən dedim, ha, sabah bir hadisə çıxsa, bu hadisəni Daxili İşlər Nazirliyi, Əlin Ağayev və İlham Əliyev törətdiyi, bu boyda efirdən sonra törətdiyi ortaya çıxacaq. Adam
bəlkə də indiyə kimi 15-20 adam bıçaqlayıbdı. Dedim sizə, mən faktları qoydum sizə. Dərhal bu gecə ilə onu həbs eləyin, yalancı qaziliyini əlindən alın, onun mafiyasını da top qoyun, dağıdın. Bir də mən o adam haqqında efirə çıxsam, Bəylər Əyyubovun anasının ağzına verəcəm efirdə. Əlin Ağayevin anasının ağzına verəcəm efirdə. Vilayət Eyvazov, bacılar, İlhamın gəlini, Heydər Əliyev, onun arvadı, balaca nəvəsi var, ona qədər ağzına verəcəm bu efirdə. Mən sözümü dedim. Dərhal həbs eləyin onu. Dərhal həbs eləyin onu. O cinayətkar, daha böyük cinayətkar törətmədən, cinayət törətmədən həbs eləyin. Üstəlik də, bütün Lənkəran onu tanıyır və bütün Lənkəran məni tanıyır. Sabah bir cinayət hadisə törədən kim? Deyəcəm, ay millət, demişdim. Bu cinayətin cəzası Vilayət Eyvazova, Əlin Ağayevə, İlham Əliyevə kəsilməlidir. Çünki Lənkəran rayonunun polis şöbə rəisi də, Dövlət Təhlükəsizlik Xidmətinin şöbə rəisi də bununla əlbir işləyir. Əlbir işləyir. İndi isə dostlar, canlarım, ciyərlərim, bu efir çox uzun oldu. 2 saat oldu, eləmi? 2 saat. Kürəyimlə tərk edir. Bilin ki, mən necə əsəbləşdim də bu efir apara. O əvvəldə videolar göstərdim. Nələr çəkdim, nələr. Nələr çəkdim. İnanın Allah, bu saat əlimdə olsa onu parça-parça eləyərəm. Belə parça-parça. Kərpətinlə didə-didə. Belə ən böyük tikəsi qulağı boyda olmaz ha. Ən böyük tikəsi qulağı boyda olmaz. Kərpətinlə didə-didə parçalayaram onu. Nə qayırım. Görün necə peysərlər İlham sevən olub, necə peysərlər İlham Əliyevi, nazirləri söydürən olub, necə peysərlər namusdan danışır, necə peysərlər məni kimi insanı söyür və buna söydürməyə də imkan yaradan güc strukturları var. İndi isə mən birazdan efir açacağım, birazdan. Bakı vaxtı ilə saat 23:15-dir. Bakı vaxtı ilə saat 23:30-da efir açacağım. Ancaq efirdə istəyirəm sizlər zəng eləyəsiniz. Ancaq efirdə sizlər zəng eləyəsiniz. Ancaq istəyirəm qonaqlar qoşum efirə. Çünki özüm yoruldum. Çox da əsəbləşəndə bilirsiniz də, mən pis vəziyyətə düşürəm. Nətər pis vəziyyətə düşürəm? Tərk edir, görürsünüz. Yaydı, hava da istidir. Hava da istidir. Sadəcə buradan o Murada və onun mafiyasına deyirəm. İlham Əliyev gedən kimi sizi belə baltalayacam, belə. Baltalayacam. Bunu gizlətmə. İlham gedən kimi, mən prezident gəldimsə, o mafiya adlar çəkdim, ha, amin, nə bilim, pota, mota. Sizi belə baltalayacam. Ya da baltalamaq mənim sənətim deyil. Baltalatdıracam. Sağ olun, salamat qal. Sağ olun, salamat qal. Mən prezident olsam, olsam, ölüm hökmü 6 aylıq da olsa ölüm hökmü qaydacaq. İndi ola bilər baltalamadım, kəndirlə astıq, ya güllələnmə oldu. Axırı ki 6 aylıq mən prezident olsam, belə göt verənləri təmizləmək üçün ölüm hökmü bərpa olunacaq 6 aylıq. Sonra Azərbaycanda olan demokratiya heç Avropada olmayacaq. İçimizi təmizləyək, bu parazitlərdən sonra yaxşı olacaq. Sonunda qabildən düzünə yazan əllər var olsun, yazmayanın əlinə əlillər var, onlara aiddir. Yazmayan əlinə baboş versin. Qabildən düzünə, qabildən düzünə, qabildən düzünə. Haqqın yolu qabildən irəli. Vəssalam. Günün tələbi qabildən irəli. Qutarı getdi. Yazan əllər var olsun, yazmayan əllər qurusun. Sağ olun, salamat qalın. 13 dəqiqədən sonra yayımımızı izləyin ha. 13 dəqiqə qaldı növbəti yayımın başlamasına.